Axşamı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 500 otun içərisində 2 mərtəbəli ev satışa çıxarıldı. Tam əşyalı, kondisionerindən tutmuş, kuxuna mebelinə qədər 220 min manata. Deməli, torpağının çıxarışı ilə satılır, qaz, su, işıq sayğacları var, kanalizasiya mərkəzidir. Evə baxın, görün necə evdir. Bax, bu evdir. 2 mərtəbəli evdir, 500 otun içərisində. Bu həyətdən girəcək yeridir. Bax, görürsünüz yolka ağacları. Bütün ağaclardır. Sonra burada yay mətbəxi var. Yay mətbəxini görürsünüz. Bunun pəncərələri belə cam balkon kimi açılır. Açanda bu letn olur. Yəni, indi burada yaşamırlar, ona görə belədir. Qapıları da bax, görürsünüz necə qəşəng səliqəli, bahalı qapılardandır. Qolları da var, pultla açılır. Kanalizasiya mərkəzidir, qaz, su, işıq sayğacları var. Yavaş-yavaş yaxınlaşaq, tez sizə izah eləyəcəm. Bax, bu evin həyəti manqalnisidir. Bu manqalniyə aid olan şkaflarıdır. Burada evin arxasına keçmək üçün qaladovkadır, kombi də buradadır. Evimizin üstü, görürsünüz, bax, belə qanuni daş qaban çıxdı. Bu, həyətdə olan, bayır üçün olan tualet, hamam tualet, istifoldur, görürsünüz. Hər bir şey hazır vəziyyətdədir. Sonra bu, həyət üçün mətbəxidir, bu da istifoldur. Bax, görürsünüz, bu həyətin mətbəxidir, həyət üçün mətbəx mebeli çox bahalı mebildir, tökmə mərmərləndir. Görürsünüz, divarlarına bir dənə baxıb, bax, qəşəng mozaika daşlarla düzəldilib. Evin içərisindən heç nə götürülməyəcək. Bunlar ancaq elə həyətə aiddir. Davam edək tez. Bax belə, bu evimizin qabaq giriş hissəsi. Bir dənə də darvaza hissəsini göstərək. Gördünüz, bu da darvaza hissəsidir. Evimizi də gördünüz. 5 otun içərisində. İndi bir dənə yaxınlaşaq, tez bağa baxaq. Bax, xüsusi evin böyrü ilə belə yol gəlir. Düz gəlir burada bağa. İndi bağına baxın bir dənə. Görün, nə qəşəng səliqəli bağı var, bax. Bütün bu bağ-bağat bu evə aiddir. Hamısı 5 otun içərisindədir. Bax, bütün meyvə ağaclarıdır. Çox səliqəli evdir. Oradan da evin arxasına keçmək üçün yenə xüsusi yeri var. Bütün joloblar, hamısı mərkəzi kanalizasiya birləşdirilib. Gəlin, tez bir dənə göstərək evin özün. Dəmir raşotkalar nə qədər qurulub. Kurqavoy, qoşadaş kubiklədir. Nəyi demək istəyir? Kondisioner. Bütün kondisionerlər qalacaq evdə. Onları demişəm. Ümumiyyətlə, evin içindən heç nə götürülməyəcək. Nə var, hamısı evin içərisində qalacaq. Yüksək keyfiyyətlə tikilmiş, bahalı avadanlıqlardan istifadə edilmiş bir evdir. Bu evimizin girəcəyidir, foyesidir. Bax, girin, ayaqqabı soyunmaq üçün yeridir. Gir bura. Bax, sağda bir şkafdır. Gör, nə boyda şkaflar var, baxın. İçərisində nə istəsiz yığmaq olar. Solda da, burada da biridir. Bunların dərinliyini görürsünüz, nə boydadır. Nə istəsiz bura yığmaq olar. Bu da bizim evimizin girəcək qapısıdır. Bax, buradan tez girir içəri. Bax, belə bir girəcəkdir, görürsünüz. Ay maşallah, çox gözəl yarı yaraşıqlı evdir. Pilləkən qalxır 2-ci mərtəbəyə. Bu da 1-ci mərtəbənin koridorudur. 220 mindir. Qiymətdən narahat olmayın, endirim olmayacaq, ev sahibi özü endirim eləyəcək. Bu da evimizin 1-ci mərtəbənin zalıdır. Ev bilirsiniz neçə otaqdır? 6 otaq. Bu da 1-ci mərtəbənin zalıdır. Lüstrdən tutmuş, dəmir raşotkadan tutmuş mebellər, hər bir şey evin içərisində qalacaq. Damafonu da var, interneti də var. Bu pilləkənin altında gör nə qəşəng səliqəli, əlavə bir dənə də burada qaladovka kimi düzəldilib. Sonra 1-ci mərtəbənin sanitar qovşağıdır. Yaxından zəmətimizi çəkin. Bu 1-ci mərtəbəyə aid olan sanitar qovşağıdır. Bu 1-ci mərtəbədə əlavə bir dənə yataq otağıdır. Görürsünüz. Mebelə baxın bir dənə. Çox təzə, bahalı mebeldir. Kondisionerindən tutmuş hər bir şey evin içərisində qalacaq. Təkrar deyirəm ki, yadda qalsın. Bu da mətbəximiz. Gör, nə qəşəng mətbəxi var, baxın. Heç istifadə olunmuyor demək olar ki, təzədir. Bax, burada da xalidenikın yeridir. Xalideniklərini götürüblər. İnşallah siz alanda öz xalidenikinizi bura gətirib qoyarsınız. 6 otaqlı evdir. Saray qəsəbəsində 220 min manata. Qiymətindən narahat olmayın, endirim olunacaq. Mütləq gəlin bu evə baxın. Pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. Görək, indi 2-ci mərtəbəsində nələr var. Saray qəsəbəsindədir bu ev. Çox yarı yaraşıqlı evdir. 5 otun içindədir. Gəldik bura, 2-ci mərtəbəyə. Belə bir yataq otağıdır. Baxın. Gör, nə boyda yataq otağıdır, baxın. Bütün bu gördüyünüz mebellər, avadanlıq hamısı ev içində qalacaq. Kondisioner qarışıq. Sonra bir otaq buradadır. Baxın bura. Buradan da öz həyəti görsənir. Belə bir zaldır. Sonra yaxınlaşaq bura. Oradan bir də həyəti göstərin. Yaxınlaşaq bura. 2-ci mərtəbənin sanitar qovşağıdır.
Bu ikinci mərtəbənin sanitar qovşağıdır. Bu ikinci mərtəbənin bir otağıdır. Bu da ikinci mərtəbənin növbəti yataq otağı. 6 otaqlı evdir. Onu da gün içəriden çəkin. Bax, bu da belə ikinci mərtəbənin yataq otağı. Hörmətli izləyicilər, ikinci mərtəbəndə sizi tanış elədim. Bax, pilləkənlərlə düşdüyü aşağı. Bax, qapılarından tutmuş, bütün avadanlıqları hamısı bahalı aksesuarlardan istifadə olunub. Bu da bunun həyətidir. Baxın, bir də həyəti göstərim. Bax, belə bir həyəti var. Bu darvazanın giriş hissəsidir. Bağda arxadadır. Mətbəxi, manqalnisi, hamam, tualeti, hər şəraiti var. Qiymətindən də narahat olmayın. 220 mindən mütləq ev sahibi endirim eləyəcək. Sağ olun.